Salam dostlar. Bugünkü videomda sizə çox önəmli bir məsələni müzakirə etmək istəyirəm. Xüsusilə bu Trumpın bilirsiniz bazarları manipulyasiya etməsi effektiv oldumu, olmadımı bu məsələni müzakirə etmək istəyirəm. Və buna başlamazdan öncə amma burada əsas məqsədim nədən ibarətdir? Bilirsiniz, yəni ümumiyyətlə Qərb dairəsində və yaxud da Qərb akademik cəmiyyətində çox ciddi bir propaganda var və bizdə də təəssüf ki, bir çox ekspertlər bunun qurbanı olurlar. Yəni güya ki, Qərbdə belə bir qrup var, onlar hər şeyi bilirlər, hər şeyi araşdırıblar, ölçüblər, biçiblər və hər şeyi düz edirlər. Onlar səhv eləmirlər. Belə bir düşüncə, bu tamamilə səhvdir. Və xüsusilə bu propagandalardan ən böyüyü bilirsiniz Çinə qarşı olan propagandadır. Yəni Çin kommunist bir rejimdir. Amerika Çini bitirməlidir. Çin onun bir nə bilim texnologiyasını oğurluyur. Çin belə eləyir, Çin elə eləyir, amma əslində real iqtisadiyyata baxanda görürsünüz, yəni əslində bunlar tam fərqli, həqiqətən də propagandadır. İndi bir nüansı diqqətinizə çatdıracağam. Baxın, 1990, yəni bu Qərbin ağıllı adamları dediyimiz insanlar 1994-də Paul Krugman var, Nobel mükafatı olub. Bunun bir məqaləsi var. The Myth of Asian Miracle adlı bir məqalə yazır. Və orada deyir ki, Çinin və Cənubi-Şərqi Asiya ölkələrinin əksində iqtisadi böyüməsi bir mənada belə deyək də ucuz işçi qüvvəsi və kapital axına görədir və bu dayanıqlı deyil, bu bir çökəcək və eyni zamanda SSR-nin belə deyək də taleyini yaşamış olacaq bu ölkə. İndi baxın 1994 və Paul Krugman adam Nobel mükafatı alıb iqtisadiyyatda və 2025 Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı olub. Yəni bilirsiniz dediyim kimi Qərb dairəsində belə qorxunc bir propaganda gedir. Çin bunu oğurluyur, Çin onu eləyir, Çin. Çin bir kərə olmasaydı orta təbəqə dünyada əmin olun ki, nə bilim, əyninə geyinməyə paltar belə tapmayacaqdı. Tapacaqdı, amma çox baha qiymətlə. Üzərində bir dənə Nike yazıb başqasına sizə satacaqdılar, nə bilim. Hətta min cür şey yazıb üzərinə ki, bu bilirsən markadır, bu qeyri-adi bir şeydir güya ki. Amma sağ olsun ki, Çin əslində dünyanın bir fabrikasıdır və eyni zamanda uzun illərdir ki, əslində Çin dünyanın ən əsas iqtisadi, belə deyək də, aparıcı qüvvəsidir. Böyük mega layihələr həyata keçirir. Amerika ancaq belə deyək də, kapital bazarları ilə dünyada bir mənada pulu özünə çəkir, amma Çin real iqtisadiyyata pul buraxır. Yəni bu çox önəmli bir faktordur. Və bir mənada dediyim kimi, yəni qlobal iqtisadiyyatın aparıcı qüvvəsidir. Çinin işi bitərsə əslində çox ciddi böhran yaranar dünyada. Nəinki Amerika. Yəni Çin çökərsə çox ciddi dünyada təlatüm yaşana bilər gerçəkdən. Həm əhali baxımından çox böyük bir bazardır, həm də ki istənilən halda qeyd etdiyimiz kimi ucuz məhsul istehsal edə bilir ən azından. İndi gələk görüm həqiqətən Trump istədiyinə nail oldu mu, olmadı mı? Baxın dostlar, burada bunu anlamaq üçün bir şeyə diqqət etmək lazımdır. Səhm bazarına istiqraz bazarı arasındakı korelyasiyaya baxmaq lazımdır. Səhm bazarı düşərkən, yəni səhm bazarında bir risk yarananda investorlar, fondlar adətən öz səhm bazarında olan vəsaitlərini adətən daha təhlükəsiz, buna safe haven asset deyirlər, yəni daha təhlükəsiz maliyyə alətlərinə. Bunların da başında Amerikan xəzinə bondları gəlir, ona yönəldirlər. İndi bu səhm bazarı düşəndə investorlar deyək burada olan vəsaitlərini, yatırımlarını bir mənada qorumaq üçün, sığortalamaq üçün zərərdən gedirlər, məsəl üçün deyək ki, Amerikan xəzinə bondlarını alırlar. Xəzinə bondlarını alırıqsa, yəni o istiqrazlara tələb artırsa, bu zaman həmin istiqrazların faiz gəlirliyi aşağı düşməlidir bir mənada. Ya bu model belə işləyir. Amma baxaq görüm Trump ona nail ola bildi mi? Xeyr, ola bilmədi. Adam başladı təbii tariflərlə oynamağa. Bu bəlli idi ki, zaten bu öz-özünü məhv etmədir. Heç Amerikada sərf etmir o tariflər. Başladı bunu blöf eləməyə. Kişinin oğlu güya ki, belə deyək də, master of deal, yəni adam deal maker'dır da. Yəni hamısı görürsünüz, ətrafındakı insanlar hamısı deyir ki, bu deal maker'dır, belədir, elədir. Bir kərə məncə o adam kifayət qədər şansı gətirmiş insandır. Zaten uğurlu insanların bir çoxsunun həyatında şans faktoru var. Onun da çox ciddi şans faktoru var. İndi o düşünür ki, okey də burada da uğurlu olacağım. İndi bunu tarix göstərəcək. Bunu heç kim bilmir. Və başladı blöf eləməyə bir mənada ki, mən sizə tarix tətbiq edəcəm. Amma dediyimiz kimi o dayanıqlı deyil. Bunu hər kəs görürdü. Neynədir? İstəyir ki, səhm bazarı düşsün. Okey, səhm bazarı düşdü. Amma nə baş verdi? Həmin istiqraz bazarında faizlər düşmədi. Düzdür, 3.95-ə falan gəldi hətta, 4.30-lardan 3.95-ə qədər ucuzlaşdı həmin faizlər. Amma yenidən yüksəldi. Çünki siz bazarı aldata bilməzsiniz, bazarı manipulyasiya edə bilməzsiniz. Niyə görə? Deyəcəm. Yəni burada olan pullar da, yəni bunun pulu neydi? Bu fondların puludur, milyardlar, trilyonlarla pul var.
Siz özünüzü ağıllı hesab edəndə qarşı tərəf də öz risklərini hesablayır da. O da bilir nə etməlidir. Məsələn, Norveçin 1.3 trilyon dollarlıq fondu var. Nə fondu var? Bunun bir çoxlusu belə deyək də Amerikan səhəm bazarındadır və yaxud da Amerikan kağızlarındadır və fərqli sahələrdədir. Təbii ki, o adamın da onlar da qanır, onlar da o itkicilərdən özünü sığortalamaq üçün risklərini hesablayır. Qarşı tərəfi anlayır ki, bu nə etmək istəyir, manipulyasiya mı eləyir, dayanıqlıdırmı, deyilmi? Yəni təkcə Trump hər şeyi qanır və bilir deyil. Qarşı tərəf də, qarşıdakı oyunçular da bunun nə olduğunu anlayır. Onlar da ona uyğun belə deyək də özlərini pozisiya almağa başlayırlar. Və burada nüans nədən ibarət? İndi Trump fikirləşir ki, sən bazarını mən salsam, bu pul gedəcək istiqraz bazarına, istiqraza tələb artacaq, faizlər aşağı düşəcək. Oldu mu? Olmadı. Olmadığına görə adam başladı, uğurlu ola bilmədi. Təkrar deyir ki, okey, buy dip. Təsəvvür gətirin ki, bunu eləyən adama dediyim kimi, yəni əslində cinayət işi açılmalıdır. SEC bir dəfə Elon Musk bu GameStop hadisəsində başladı birjalarına həqiqətən sözündən başlayıb bu səhəmin qiymətini uçurtmağa. Və o halda nə baş verdi? SEC bir müddət sonra başladı araşdırma başlatdı ki, bir mənada görüm həqiqətən bu adam belə deyək də manipulyasiya eləmək istəyir, nə etmək istəyir? İndi təsəvvür edin, Amerika kimi bir ölkənin prezidenti çıxdı deyir ki, buy dip. Bu əslində dostlarına, ətrafına mesaj göndərmək ki, dibdən alın. Mən qaldıracağam yəni qiymətləri. Bu tam bir cinayətdir yəni. Bu qorxunc bir şeydir və əslində Amerika olan güvəni bir mənada dağıdır. İndi adam bir çoxsu deyir ki, okey, Trump istədiyini aldı. Alıb eləyə bilməyib. Türk bloqerlər və s. dediyim kimi onlar ümumiyyətlə rəzalət şərhlər bildirirlər bu məsələdə ki, istədiyini aldı. Nəyi alıb? Görəcək alıb mı, ya almayıb mı? İndi Çin ilə bağlı bir nüans var. Çinin gücü hardadır Amerikaya qarşı? Çünki dediyim kimi hal-hazırda səhəm bazarı düşsə də yenə də bir mənada pul istiqraz bazarına gəlmədi. İstiqraz bazarındakı faizlər aşağı düşmədi və hətta əksinə istiqraz bazarında sell-off başladı. Və hətta oranın xəzinə katibi Besant və s. araşdırma başladı ki, niyə görə sell-off var, niyə fondlar istiqrazları satır? Bilirsiniz görə dostlar, bunun bir səbəbi basis trade deyə bir şey var. Bu basis trade nə deməkdir? Bu belə deyək də qısa short volatility trade edən fondlar var. Hansı ki məsələn baxır ki, istiqrazla onun törəmə aləti olan məsələn istiqrazın futuresləri deyək, onlar arasında kiçik qiymət fərqləri olur. Məsəl üçün çox bəsit, çobud dillə izah edeyim. Məsəl üçün bir istiqrazın qiyməti məsəl üçün deyək ki 5 dollardır məsəl üçün. Onun futuresinin qiyməti, futures hansı nə deməkdir? Müddətli belə deyək də derivativdir. Müddətli maliyyə alətidir ki, bir ay sonra məsəl üçün və bir il sonra başa çatır belə deyək müddəti. Məsələn, onun futuresinin qiyməti isə 5 dollar 10 sentdir. Bu nə edirlər? Məsəl üçün bu basis trade eləyənlər 5 dollardan istiqrazın özünü alır. Yenə təkrarlayım, bu sadəcə belə deyək də izah etmək üçün olan rəqəmlərdir. 5 dollarla səhəm yoxdur, istiqraz yoxdur Amerikada. Və 5 dollara deyək istiqrazı alır və 5 dollar 10 sentdən də futuresi satır. Lock eləyir. O 10 senti lock eləyir. İndi burada da həcmlər çox böyük olur yeri gəlmişkən. Yəni necə deyim, milyardlıq əməliyyatlar girirlər. O kiçik 10 sentlər çox böyük onlara gəlir vermiş olur. Amma bu volatility yüksələndə, bazarda qeyri-adi volatility baş verəndə bu sistem pozulur. Və pozulduğuna görə də onlar aqressiv başlayır satmağa. Yəni o sistem belə deyək də, o sistem pozulduğuna görə əllərində olan istiqrazları başlayır satmağa ki, zərər eləməsinlər. Bu da bir mənada səhəm bazarındakı satışlar artırsa, üzr istəyirəm, istiqraz bazarında satışlar artırsa, bu halda faizlər yenidən yüksəlməyə doğru gedir. İndi adam çıxdı dünən artistlik edir ki, baxın, çox gözəl şeylər baş verir istiqraz bazarında, amma yenə də istiqrazda faizlər yüksəldi 4.30%. Bunu bacaracaqlarmı? Məncə bacarmayacaqlar. Və Çinin ən böyük silahlarından biri isminədir dostlar. Baxın, Amerikan istiqrazlarının təxminən 1.3 trilyon dollarlıq Yaponiya alıb. Bunun 800 milyarda yaxını təxminən Çindədir. Səhv etmirəmsə 600-700 milyarda yaxını İngiltərədir. 300 milyard ətrafında Lüksemburqdur. İndi bu rəqəmlər tez-tez dəyişə bilir dediyim kimi və digər ölkələr belə paylanılır. İndi Çin əlində 800 milyardlıq Amerikan istiqrazlarını əlində saxlayır. Təsəvvür gətirin, indi belə deyək, Amerika başlayır daha da irəli gedir Çinə qarşı və Çin bir anda bu kağızları satır. İndi yeri gəlmişkən bunların maturity tarixçəsini biz bilmirik ki, bu Çinin əlində saxladığı o kağızlar hansı müddətdə bitir, başa çatır
bunları bilsək daha dəqiq əslində deyə bilərik. Amma bir anda deyək ki, Çin anidən bu kağızları satır. Əslində daha aşağı faizdən alıbsa, bir mənada indi yüksək faizdən məsələn tutaq ki, satır. Bu halda təsəvvür gətirin nə baş verə bilər? Amerikan həmin o istiqraz bazarında satışlar sürətlənirsə, bu bir mənada qartopu effekti yaradır da. Digərləri də görəcək ki, dəyər itirir əlindəki kağızlar, dərhal onlar da satmağa başlayacaqlar. Bu kağızlar həddindən artıq satılırsa, bu halda nə baş verir? Həmin kağızların faizi artmağa doğru gedəcək. Çünki sizin borc kağızlarınıza tələb yoxdursa, təklif çoxdursa, yəni bazarda onu satırlarsa, siz onu cazib etmək üçün nə etməlisiniz? Faizi yüksəltməlisiniz. Yəni faiz yüksək olmalıdır ki, belə deyək də, sizin kağızınızı alsınlar. Bu kağızı da almaq, yəni kef istəmə məsələsi deyil də bir mənada. Sizin pula ehtiyacınız var. Bu kağızı emissiya eləyib bazara buraxmısınız ki, okey, bunu alsınlar, mən də o pulu alım, nə bilim, digər gedim işlərimə xərcləyim, nə bilim, maaşlar ödəyim və yaxud da min cür şeylər var da, nəsə yatırım eləyim, başqa şeylərə xərcləyim və s. İndi bu faiz yüksəlməlidir. Eyni bayaq çəkdiyim kimi, misal çəkdiyim kimi Ukraynanı düşünün. Misal Ukraynanın tutaq ki, kağızları 3% olsa kimsə alarmı? Xeyr, almaz. Çünki cazib deyil. Yəni risk var. Çox ciddi default riski var. Ona görə də Ukrayna o faizləri daha yüksək faiz verir ki, gəlin bu kağızları alın. Məsələn, mən sizə 50% pul verəcəm sonra. Bu məsələn Türkiyə misal çəkək. Tutaq ki, Türkiyə Sovet dönəmi hal-hazırda 8 ya 11% ilə borclanır. İqtisadi problemlər artdıqca sizin kağızlarınıza belə deyək də tələb azalmış olur. Tələb azalırsa onu cazib etmək üçün faizi artırmalısınız. İndi eyni formatda Çin başlayıb bir gün içərisində o kağızları satarsa nə baş verər? Bütün dünyada əmin olun ki, böyük bir çöküş başlayacaq. Xüsusən Amerikada. Yəni Amerika istiqraz bazarı çökər. Çökərsə bu default səviyyəsinə gələ bilər. Təsəvvür gətirin ki, Amerikanın heç kim artıq kağızlarını almır. Alsa da deyir ki, çox yüksək faiz istəyirəm. Çox yüksək faiz də Amerika ödəməyə başlayarsa, zaten Amerika gələcək nəslini, həyatını yemiş oldu. Yəni onların sərvətini artıq indiki nəsil əridib qurtarmış oldu. O anlama gəlir. Və belə olan halda dediyim kimi indi Trump Çini bitirəcək, bitirdi, istədiyini aldı demək, bu çox sadəlövh bir analizdir. Çox bəsit bir yanaşmadır. Və bir nüansı da qeyd edim, Çin bunu edə bilərmi? Edə bilər. Təsir olar mı? İnanın ki, dəhşətli dərəcədə dağıdıcı olar. Mən sizə bir misal çəkim. Keçən illərin Yaponiya Mərkəzi Bankı 2024-də səbəbsə yanvar ayında faizləri yüksəltdi. Yəni illərdir ki, bilirsiniz, Yaponiya sıfıra yaxın faiz dərəcəsi saxlayırdı ki, belə deyək də, yenanı ucuz saxlayır ki, biraz iqtisadi aktivlik olsun. O da olmur. Təbii ki, Yaponiya başqa problemi var. 17 ildə ilk dəfə belə deyək, faizi yüksəltmiş oldu. 0.5-ə, 0.25-də 0.5-ə yüksəltmiş oldu faizi. Siz təsəvvür etməyin, Amerikan birjalarında təxminən 4 trilyona yaxın, səhv etmirəmsə, bu rəqəmlər indi dəyişdi, hələ bir rəqəm deyil. Amma 4 trilyona yaxın bir sell-off yaşanmış oldu Amerikan səhəm bazarında. Bilirsiniz niyə görə? Çünki Yaponlar nə edirdi? Gedirdi ucuz, məsəl üçün, kredit götürürdü, çox ucuz, məsələn, yenanı çox ucuz qiymətə və ya fondlar, məsələn, banklar, Yaponiya banklar olsun. Əllərindəki pulu, çünki ödəyəcəkləri faiz çox aşağı idi. Alırdılar, gedirdilər, məsələn, Amerikanın xəzinə kağızlarına və yaxud da ki, Amerikan səhəm bazarına yatırırdılar. Oradan əldə etdiyi yüksək faizlər gəlib Yaponiyada, buna carry trade deyirlər. Daha aşağı faizi ödəyirdilər və əllərində də o fərqdən belə deyək də qazanc əldə etmiş oldular. Buna carry trade deyirlər. Yəni Yaponiyanın 1% 0.25 punkt qaldırmasından belə Amerikan səhəm bazarında böyük bir sell-off yaşanmış oldu. İndi təsəvvür gətirin ki, Çin 800 milyardlıq əlində Amerikan xəzinə kağızlarını saxlayır və bir anda satdı. Nə baş verə bilər? Təsəvvür gətirirsiniz? Yəni Trump hər şeyi bilir, Trump istədiyini aldı, Çini bitirəcək. Çini asan bitirə bilməzlər. Yəni bir kərə dediyim kimi, burada önəmli faktorlardan birisi nədir? Amerika bu Çini günahlandırması məncə bu təbii bu artıq mənim fikrimdir, hər hansı bir data deyil. Ən böyük şeylərdən birisi əslində Çinin texnologiya sahəsinə girməsidir. Çünki Amerikanlar hər zaman özünü inandırırdı ki, əslində Çin zaten belə deyək də ucuz işçi qüvvəsinə görə inkişaf edir. Onsuz da o Krugman dediyi kimi də onsuz da bir yerdə çökəcəklər. Bunu yeri gəlmişə hamımızın yaxşı tanıdığı Daron Acamoğlu müəllim də ətraflı izah edir, amma təbii ki, onun da təəssüf ki, o inklüziv sistem məsələsi orada işləmir. Nəsə indi adam daha çalışır ki, izahat versin, amma olmur. Çinin fərqli bir yolu var və həqiqətən də bilmirik nə dərəcədə effektiv və işləyir. Və belə olan halda
Çin başlayıb bütün high-tech məhsullar istehsal etməyə, bütün sahələrdə əslində adi belə deyək də science elmi, scientific sahədə çox ciddi irəlidədir, çox güclü universitetlər yaradır. Bunlar da sonra gördülər buna baş eləyə bilmir. Adını nə qoydular? Uğurluyurlar. Uğurluyurlar bilirsiniz. Dostlar siz bilirsinizmi? İkinci Dünya müharibəsi başa çatandan sonra Amerika Almaniyada olan nə qədər patentləri özləri ilə götürüb aparıblar. Yəni uğurlamaq əslində belə olur. Bundan əmin ola bilərsiniz. Yəni Çin texnologiya uğurlu demək bu nağıl söhbətdir. Çinin çox güclü universitetləri var və adamlar dəli kimi işlər görməyə başlaydılar. Huawei 5G texnologiyasını kim eləyibdi? Yəni bunu Çinlilər eləyibdi. Bunlar təbii ki ağıl adamlardır və eyni zamanda baxın illər öncə Apple'ın CEO-su Tim Cook da bu haqda hətta açıqlama vermişdi ki, mən onu səbəbsə 5-6 il öncənin söhbətidir. Açıqlama verir ki, bu məsələni dayandırmalıyıq artıq biz ki, Çin ucuz işçi qüvvəsinə görə şeylərdir. Tamamilə yanlışdır. Çin çox efficient, çox belə deyək, qabiliyyətlidir ki, insanları var və həqiqətən yüksək belə deyək də high-tech məhsullar istehsal etmə potensialında insanlar var dedi Çində. Və görürük ki, bacarırlar bunu da. Yəni o baxımdan Amerika, Trump ağıllıdır, o bilir neynədir, istədiyini aldı, heç bir şey də alıb edə bilməyib dostlar. Yəni bunu görmək üçün bir balaca makroiqtisadiyyatdan bir balaca anlayışımız olanda görürük ki, istədiyini ala bilməyib. Yəni istiqraz faizlərinə baxmaq bəs eləyir ki, Trump istədiyini alıb ya almayıb. Və yenə dediyim kimi bu videonu çəkməkdən məqsədim də ondan ibarət idi ki, biz bir mənada biraz daha analitik, daha belə deyək də data yönümlü düşünməliyik. Yəni ideolojik düşünməməliyik. Xüsusilə bir son olaraq bir nüans da qeyd edeyim dostlar. Bu istiqraz və səhm bazarı ilə bağlı bir nüansı da diqqətinizə çatdırım. Bunu xüsusilə əgər o parallel accounting deyir ona Nassim Taleb, onun Dynamic Hedging kitabı var. Orada oxusanız onu çox gözəl izah edir ki, bir mənada propaganda var. Misal üçün deyək ki, səhm bazarı düşəndə negativ auranı önə çəkirlər ki, okey, hər şey batır. Amma digər tərəfdən istiqraz bazarı düşəndə, istiqraz bazarında belə deyək də, faizlər aşağı düşəndə orada pozitiv xəbərlər önə çəkirlər ki, okey, vəziyyət yaxşıdır. Yəni səbəb də bundan ibarət ki, qeyd etdiyimiz kimi, bir tərəfdən sizin borclanma faiziniz aşağı düşmüş olur. İstiqraz bazarına faizlər aşağı düşəndə əslində borclanma faiziniz normal ucuzlaşmış olur. Amma səhm bazarı düşəndə də bir mənada qeyd etdiyimiz və yaxud da yüksələndə də orada müsbət bir aur olur. Çünki səhm bazarında yüksəlişdə birbaşa kapital şirkətlərə getdiyinə görə müsbət bir aur olmuş olur. Trump bunların hələ ki heç birisini əldə edə bilməyib dostlar. Nəysə, uzatmaq istəmirəm. Ümid edirəm faydalı olmuşdur və bu mövzuları araşdırmaq istəyirsinizsə, dediyim kimi bir balaca həmin o səhm bazarı, istiqraz bazarı, Amerikanın borc problemi və sair mövzularına baxa bilərsiniz. Bu halda daha detallı belə deyək də analiz apara bilərsiniz. Sağ olun.